Bu dersimizde size PowerPoint programının mühiti ile işlemek qaydasını göstereceğim. İlk önce lentə yeni bir vərəq əlavə edilməsi necə mümkündür onu göstereyim. Bunun üçün lentin hər hansı bir yerinə klik edərək mouse'un sağ düyməsini basdıktan sonra lenti fərdiləşdir əmrinə daxil olmaq lazımdır. Burada gördüğünüz kimi əmrlər və əsas vərəqlər toplusu göründü ki, mümkün olan bütün əmrlərin siyahısı burada gösterilir və eyni zamanda burada da PowerPoint proqramında qeydə alınmış tab vərəqlərin siyahısı və orada mövcud olan qrup və əmrlərin siyahısı gösterilir. Əgər siz yeni bir tab vərəq yaratmaq istəyirsinizsə, yeni tab vərəq əmrinə klik edirsiniz. Gördüğünüz kimi mən klik etdikdən sonra avtomatik olarak yeni tab vərəq əmrim yaradılmış oldu ki, avtomatik olarak bu vərəqdə də yeni qrup yaradılmış oldu. Hansı ki, mənim daxil edəcəyim əmrlər bu qrupda yerləşəcək. Bundan sonra bu əmrlər siyahısından hər hansı bir əmri mən bu qrupa əlavə edə bilərəm. Məsələn, kəs əmrini seçirəm və əlavə seçimini seçdikdə gördüğünüz kimi yeni qrupa kəs əmri əlavə edilmiş oldu. Eyni zamanda köçür əmrini də əlavə edə bilərəm. Bundan başqa siz əmri sadəcə olaraq mouse'un sol düyməsini sürüşdürməklə hər hansı bir hissəyə əlavə edə bilərsiniz. Yəni gördüğünüz kimi mən mətin qutusunu gördüğünüz kimi sürüşdürməklə əlavə edilmiş oldum. Eyni zamanda hiperəlaqə seçimini də bu üsulla əlavə edə bilərəm. Bundan başqa siz digər tab vərəqlərdə olan əmrlər üçün də hər hansı bir əmri əlavə edə və yaxud silə, eyni zamanda yeni qrup yarada bilərsiniz. Yenidən biz yaratdığımız tab vərəqə qayıdaq. Əgər siz tab vərəqinizin adını dəyişdirmək istəyirsinizsə, tab vərəqin klik olunduğuna əmin olduqdan sonra burada adı dəyişdir əmrini seçmək lazımdır. Və mən buraya hər hansı bir ad daxil edirəm. OK düyməsini basdıktan sonra yenidən OK düyməsini basıram və gördüğünüz kimi vərəqlər siyahısına mənim vərəq əlavə edilmiş oldu ki, burada da qrupuma daxil etdiyim əmrlər toplusu mövcuddur. Bundan başqa cəld müraciətlər panelinə də burada əmrlər siyahısına mövcud olmayan əmrlərdən birini əlavə edə bilərsiniz. Bunun üçün cəld müraciət panelini fərdiləşdir seçimini seçdikdən sonra digər əmrlər seçiminə daxil olmaqla gördüğünüz kimi hər hansı bir istənilən əmri cəld müraciət panelinə əlavə edə bilərsiniz. Məsələn, son faylı aç əmrini klik edib və əlavə et düyməsini basdıqdan sonra gördüğünüz kimi cəld müraciət panelinə bu əmr əlavə edilmiş oldu. İndi isə sizə Excel'də mövcud olan hər hansı bir yazı forması üçün mövcud olan əlavə rəsm çəkmə alətlərində yerləşən format vərəqini göstərir. Burada da müxtəlif əmr qrupları yerləşir ki, siz burada olan əmrləri hər hansı bir fiqur əlavə edə bilər, fiqurun üslubunu dəyişə bilər və yaxud da ki, Word üslublarını dəyişə bilər və yaxud da ki, yazdığınız mətni nizamlaya bilərsiniz. Fayl vərəqinə keçək. Gördüğünüz kimi fayl vərəqi arxa ekran pəncərəsini təşkil edir ki, burada son istifadə faylları, yeni, çap kimi müxtəlif alt menyular daxildir. Və bu menyular haqqında daha ətraflı məlumatı mən gələn dərslərimizdə sizə göstərəcəm. Bu dərsimizdə sizə ümumi Microsoft PowerPoint proqramının mühiti haqqında məlumat verdim. Gələn dərslərimizdə isə hər bir vərəq haqqında, eyni zamanda arxa pəncərədə yerləşən funksiyalar haqqında, funksiyalar işləmə prinsipi haqqında daha ətraflı məlumat verəcəm.